Salam, bu video təsviri incəsənətin məşğələ növləri haqqındadır. Gəlin baxaq görək, təsviri incəsənətin hansı məşğələ növləri var. Deməli, təsviri incəsənətin məşğələ növləridir mövzumuz. Gəlin baxaq görək, ümumiyyətlə məşğələ növü dedikdə nə nəzərdə tutulur. Deməli, təsviri incəsənət dərsləri müxtəlif məşğələ növləri vasitəsilə keçirilir. Təsviri incəsənət fənnində hər mövzunun özünə məxsus məşğələ növü vardır. Yəni, biz gündəlik keçdiyimiz mövzularda, dərslərdə bu müxtəlif məşğələ növlərindən istifadə edirik. Hər mövzunun da, hər dərsində özünə məxsus məşğələ növü var. Təsviri incəsənət fənninin neçə məşğələ növü var və hansılardır? Gəlin baxaq görək, təsviri incəsənət fənninin məşğələ növləri hansılardır? Deməli, təsviri incəsənət fənninin məşğələ növləri aşağıda verilibdir. Təsviri incəsənət haqqında söhbət, dekorativ tətbiqi fəaliyyət, mövzu üzrə rəsm, naturadan rəsm, konstruksiya, monotipiya, aplikasiya, origami və yapma. Bunlar təsviri incəsənətin müxtəlif məşğələ növləridir. Burada verilmiş origami, aplikasiya, monotipiya məşğələ növləri əsasən ibtidai siniflərdə tədris olunan məşğələ növləridir. Yəni, bu məşğələ növlərindən əsasən ibtidai siniflərdə 1-ci, 4-cü siniflərdə istifadə olunur. Gəlin baxaq görək. Deməli, təsviri incəsənət haqqında söhbət məşğələ növü nədən ibarətdir? Məşğələ növümüz təsviri incəsənət haqqında söhbətdir. Deməli, təsviri incəsənət haqqında söhbət təsviri incəsənətin məşğələ növlərindən biridir. Dərsdə təsviri incəsənət haqqında söhbətlər zamanı müəllim şagirdləri görkəmli rəssam, heykəltaraş və memarların həyat və yaradıcılığı ilə tanış edir. Şagirdlər deməli, əsərlərin məzmununu və mənasını öyrənirlər. Şagirdlərin əsərlər ilə tanışlığı estetik tərbiyə vasitələrindən biridir. Nümunə olaraq, məsələn, müəllim təsviri incəsənət dərsində şagirdlərlə Mimar Sinanın həyatı və yaradıcılığı haqqında müzakirə təşkil etdi. Yəni, dərs zamanı biz əgər Leonardo da Vinci'nin, Memar Əcəmi Naxçıvaninin və ya Mimar Sinanın həyatı və yaradıcılığı haqqında, əsərləri haqqında müzakirə təşkil ediriksə, dərsi sual-cavab şəklində keçiriksə, bu zaman bu təsviri incəsənət haqqında söhbət məşğələ növünə aid olur. Yəni, dərsin belə deyim, sual-cavab şəklində təşkili, mövzunun müzakirə olunması və yaxud da müəllim tərəfindən izah olunması və şagirdlərlə sual-cavab aparılması, hər hansısa bir rəssam haqqında, memar haqqında, heykəltaraş haqqında bu təsviri incəsənət haqqında söhbət məşğələ növünə aid olur. İndi isə gəlin baxaq növbəti məşğələ növümüzə. Növbəti məşğələ növü isə dekorativ tətbiqi fəaliyyətdir. Deməli, dekorativ tətbiqi fəaliyyət məşğələ növüdür, təsviri incəsənətin məşğələ növüdür. Amma dekorativ tətbiqi sənət isə təsviri incəsənətin növüdür. Yəni, dekorativ tətbiqi sənət dedikdə təsviri incəsənətin növü nəzərdə tutulur. Amma dekorativ tətbiqi fəaliyyət dedikdə isə təsviri incəsənətin məşğələ növü nəzərdə tutulur. Dekorativ tətbiqi fəaliyyət məşğələ növüdür. Dekorativ tətbiqi sənət isə təsviri incəsənətin növüdür. Bunları qarışdırmayın. İndi isə gəlin baxaq, görək dekorativ tətbiqi fəaliyyət nədir? Dekorativ tətbiqi fəaliyyət təsviri incəsənətin məşğələ növlərindən biridir. Şagirdlərin yaradıcılıq qabiliyyətləri dekorativ tətbiqi fəaliyyət zamanı xüsusilə daha effektiv inkişaf edir. Dekorativ tətbiqi fəaliyyət şagirdlərdə bədii zövqün və estetik hisslərin inkişafına kömək edir və şagirdlərdə dizayn etmə bacarığını formalaşdırır. Dekorativ tətbiqi fəaliyyət zamanı şagirdlər hər hansısa əşyanın üzərini və ya rəsmi naxışlarla bəzəyirlər. Nümunə olaraq, müəllim şagirdlərə istənilən məişət əşyasını təsvir edərək üzərini naxışla bəzəməyi tapşırır. Məsələn, şagird plastilindən hər hansısa bir əşyanı düzəldir. Daha sonra o əşyanın üzərinə naxış vurursa,
Bu artıq dekorativ tətbiqi fəaliyyət məşğələ növünə aid olur. Yəni naxış varsa, hər hansı əşyanın üzərində naxışdan istifadə olunursa, burada dekorativ tətbiqi fəaliyyət məşğələ növündən istifadə olunur. Düzdür, şagirdin plastilindən nəsə düzəltməsi, məsələn, hər hansı bir əşyanı düzəltməsi, bu həm də məşğələ növü olaraq yapma gedir. Yəni burada həm yapma məşğələ növü var, həm də dekorativ tətbiqi fəaliyyət məşğələ növü var. Şagird plastilinlə nəsə hazırlayır və sonra onun üzərinə naxış vurur. Yəni burada həm yapma məşğələ növü gedir, həm də dekorativ tətbiqi fəaliyyət məşğələ növü gedir. Yəni bir dərsdə bir neçə məşğələ növündən istifadə oluna bilər. Aşağıda şəkli nümunə olaraq vermişəm. Yəni burada qabın üzərini bəzəyir, naxış vurur. Bu dekorativ tətbiqi fəaliyyətə aiddir. Sonra plastilindən belə heyvan fiqurlarının yapılması, daha sonra onların üzərinin naxışlarla bəzədilməsi dekorativ tətbiqi fəaliyyətə aiddir. Yəni burada həm yapma məşğələ növü var, həm də dekorativ tətbiqi fəaliyyət məşğələ növü vardır. İndi isə keçək növbəti məşğələ növümüzə. Növbəti məşğələ növümüz isə mövzu üzrə rəsmdir. Adı üstündə mövzu üzrə rəsm. Mövzu üzrə rəsm təsviri incəsənətin məşğələ növlərindən biridir. Mövzu üzrə rəsm çəkmək yaradıcılığı inkişaf etdirir, şagirdlərə düşüncə və hisslərini təsvir vasitəsilə ifadə etməyə imkan verir. Mövzu üzrə rəsm müəllimə şagirdlərin mənəvi aləmini daha yaxşı tanımağı, hər bir şagirdin xarakter xüsusiyyətlərini öyrənməyə imkan verir. Nümunə olaraq, müəllim şagirdlərə rəngarəng payız yarpaqlarını təsvir etməyi tapşırdı və ya verilmiş əfsanəvi obrazların rəsmini çəkin. Bunlar mövzu üzrə rəsmdir və aşağıda belə bir şəkil vermişəm. Məsələn, Misir incəsənəti mövzusunu keçən zaman şagirdlərə Misir incəsənətinə aid yaradıcı tapşırıq veririk. Məsələn, və şagird məsələn, Misir incəsənətinə aid olan, Misirə aid olan Misir fironu Tutankamonun dəfn maskasının rəsmini çəkirsə, bu zaman bu şagirdin çəkdiyi rəsm mövzu üzrə rəsm məşğələ növünə aid olur. Yəni mövzumuz Misir incəsənətidir və biz Misir incəsənətinə aid şagirdə hər hansısa bir yaradıcı tapşırıq veririk. Və şagird də Misir fironu Tutankamonun qızıldan olan dəfn maskasını təsvir edir. Bu zaman məşğələ növü olaraq nədən istifadə etdik? Mövzu üzrə rəsmdən istifadə etdik. Yəni mövzu üzrə rəsm adı üstündə mövzu üzrə olur. Yəni mövzu nədən ibarətdirsə ona aid rəsm çəkilir şagird tərəfindən. Növbəti məşğələ növümüz naturadan rəsmdir. Naturadan rəsm təsviri incəsənətin məşğələ növlərindən biridir. Naturadan rəsm zamanı əşya və ya təbiət göz önündə olur və şagird canlı baxaraq təsvir edir. Naturadan rəsm zamanı şagird göz önündə olan əşyanı diqqətlə nəzərdən keçirir, əşyanın xarakterik xüsusiyyətlərini qeyd etməyə çalışır, təhlil edir və əşyanın quruluşunu anlayır. Naturadan rəsm şagirdlərə düşünməyi və müşahidələr aparmağı öyrədir. Deməli, naturadan rəsm şagirdlərin zəka bacarıqlarının inkişafına gətirib çıxarır. Naturadan rəsm şagirdlərin obrazlı və abstrakt düşüncə tərzinə və yaddaşın inkişafına təsir göstərir. Nümunə olaraq, müəllim şagirdlərə təbiəti müşahidə edərək payız fəslini təsvir etməyi tapşırdı. Baxın, burada təbiəti müşahidə edərək deyir. Müşahidə etmək, yəni canlı nə isə müşahidə edərək baxıb çəkmək bu naturadan rəsmə aiddir. Müəllim şagirdlərə gipsdən olan həndəsi fiqurları baxaraq çəkməyi tapşırır. Baxaraq çəkir. Şagird məsələn həndəsi fiqurlara baxaraq, yəni onun gözünün önündə olan, gipsdən olan verilmiş həndəsi fiqurları baxaraq çəkir, yəni göz önündə olaraq çəkirsə, canlı müşahidə edib çəkirsə, bu artıq naturadan rəsmə aiddir. Aşağıda belə şəkillər vermişəm, naturadan rəsmə aid. Baxın, baxaraq müşahidə edir, yəni canlı müşahidə edir.
göz önündə olanı canlı çəkirsə, bu naturadan rəsmdir. Naturadan rəsm göz önündə olanların təsvir edilməsidir. Yəni canlı müşahidə əsasında olur. Canlı təbiətə baxırsan və yaxud da hər hansısa bir əşyaya baxaraq çəkirsənsə, göz önündə olanı çəkirsənsə, bu naturadan rəsmə aiddir. Və naturadan rəsmə aid belə bir şəkillər qoymuşam. Yəni bu şəkillərə də baxanda aydın görünür. Təbiəti müşahidə edərək rəsm çəkirlər. Bu naturadan rəsmdir. Növbəti məşğələ növümüz konstruksiyadır. Konstruksiya deməli təsvir incəsənətin məşğələ növlərindən biridir. Konstruksiya quruluş deməkdir. Mimarlığa və dizayna aid termindir. Hər hansı bir tikilinin quruluşu konstruksiya adlanır. Məsələn, binanın konstruksiyası, körpünün konstruksiyası və s. Təsvir incəsənətin konstruksiya məşğələ növü ən çox STEM dərslərində istifadə olunur. Nümunə olaraq, müəllim şagirdlərə Qarabağın məşhur memarlıq abidələrindən olan Şuşa qalasının maketini hazırlamağı tapşırdı. Şuşa qalasının maketini hazırlamaq, yəni orada quruluş vardır. Şuşa qalasının quruluşunu əsas götürərək o maketi hazırlayır. Yəni burada məşğələ növü olaraq konstruksiya məşğələ növündən istifadə olunur. Məsələn, STEM dərsində şəhərimizi quraq mövzusunda şəhərin binaların maketi hazırlanır. Bu da konstruksiya məşğələ növünə aiddir. Yəni konstruksiya məşğələ növündə hər hansısa bir əşyanın quruluşu forması nəzərə alınaraq o əşya belə deyim də həcmli formada yaradılır. Məsələn, aşağıda şəkil verilibdir. Məsələn, Şuşa qalasının maketini yaradıblar belə. Məsələn, Şuşa qalasının bu cür maketinin düzəldilməsi, yaradılması bu konstruksiya məşğələ növünə aiddir. Növbəti məşğələ növü monotipiyadır. Monotipiya təsvir incəsənətin məşğələ növlərindən biridir. Monotipiya əks təsvir deməkdir. Monotipiya üsulu ilə simmetrik olan hər şeyi çəkmək mümkündür. Simmetrik olan dedikdə, yəni sağ və sol tərəfi eyni olan nəzərdə tutulur. Nümunə olaraq, müəllim şagirdlərə vərəqin bir tərəfində simmetrik olan kəpənəyin bir tərəfini çəkərək vərəqi qaplamağı və üzərini əlləri ilə basmağı tapşırır. Vərəqi açan şagirdlər bütöv kəpənək təsvirini görür. Bu monotipiya məşğələ növünə aiddir. Bu monotipiya məşğələ növündən əsasən ibtidai siniflərdə, birinci sinifdə istifadə olunur və monotipiya üsulu ilə çəkilmiş belə bir rəsm verilibdir. Yəni belə bir rəsm qoymuşam. Nümunə olaraq bu monotipiya məşğələ növünə aiddir. Sonra gəldik aplikasiyaya. Aplikasiya təsvir incəsənətin məşğələ növlərindən biridir. Aplikasiya zamanı rəngli kağızlardan, kardon, yapışqan və qalçıdan istifadə olunur. Aplikasiya zamanı kağız kəsilərək müxtəlif formalara salınır. Nümunə olaraq, təsvir incəsənət dərsində müəllim şagirdlərə rəngli kağızları kəsərək istədikləri heyvanları yaratmağı tapşırdı. STEM dərsində heyvanlar aləminin xəritəsini hazırlayaq mövzusunda şagirdlər rəngli kağızlardan istifadə edərək heyvanların yaşadığı qitələrdən ibarət xəritə hazırlayırlar. Bunlar aplikasiya məşğələ növünə aiddir. Yəni aplikasiya məşğələ növündə rəngli kağızlardan istifadə olunur, kağızlar kəsilərək müxtəlif formalara salınır. Bu aplikasiya məşğələ növündə əsasən ibtidai siniflərdə istifadə olunur. Sonra gəldik oriqami məşğələ növünə. Oriqami təsvir incəsənətin məşğələ növlərindən biridir. Oriqami zamanı kağız qatlanaraq müxtəlif formalara salınır. Nümunə olaraq təsvir incəsənət dərsində rəngarəng quşlar mövzusunda müəllim şagirdlərə kağızı qatlayaraq istədikləri quşu yaratmağı tapşırdı. Bu oriqami məşğələ növünə aiddir. Bu da əsasən ibtidai sinifdə istifadə olunan bir məşğələ növüdür və oriqami zamanı kağızdan müxtəlif belə fiqurlar hazırlanır. Məsələn, gəmi hazırlanır, kağızı qatlayaraq,
Sonra təyyarə hazırlana bilər. Belə müxtəlif heyvanlar hazırlana bilər. Ümumiyyətlə, oriqami ilk dəfə Çində kəşf olunubdu. Daha sonra Çindən Yaponiyaya keçərək inkişaf edibdi. Və oriqami ilə aplikasiya arasında həm oxşar, həm də fərqli cəhətlər var. Məsələn, həm oriqami, həm də aplikasiya hər ikisində kağızlardan istifadə olunur. Amma oriqamidə kağız qatlanır. Amma aplikasiyada kağız kəsilir və yapışqandan qarşıdan istifadə olunur. Yəni, fərqli cəhəti budur. Fərqli cəhəti odur, aplikasiyada kağız qayçı ilə kəsilir, yapışqandan istifadə olunur. Amma oriqamidə kağız eləcə qatlanır. Oxşar cəhəti isə hər ikisində də kağızdan istifadə olunmasıdır. Deməli, oxşar cəhət oldu, kağızlardan istifadə hər ikisində, fərqli cəhət oldu, birində ancaq kağız qatlanaraq nəsə hazırlanır, bu oriqamidir. Digərində isə kağız qayçı ilə kəsilərək, kilə ilə yapışdırılaraq, yəni yapışqandan istifadə olunaraq nəsə yaradılır. Bu isə aplikasiyadır. Bu da oriqami məşğələ növü. Oriqami məşğələ növü budur. Kağız qatlanır və qatlanmış kağızlardan müxtəlif fiqurlar yaradılır. Gəmi yaratmaq olar, güllər yaratmaq olar, müxtəlif heyvan fiqurları yaratmaq olur, təyyarə yaratmaq olur. Bu oriqamidir. Aplikasiya isə budur. Fərqli kağızlar kəsilərək bu cür formalara salınır. Deməli, oxşar cəhət oldu kağızlardan istifadə, fərqli cəhət oldu, biri yapışdırılır, qayçı ilə kəsilərək, bu yapışdırılan qayçı ilə kəsilərək oldu aplikasiya, eləcə qatlanaraq hansısa formaya salınan isə oldu oriqami. Növbəti məşğələ növümüz yapmadır. Yapma təsvir incəsənətin məşğələ növlərindən biridir. Qədim zamanlardan insanlar yapma vasitəsilə gildən müxtəlif məişət əşyaları hazırlayırdılar. Yapma zamanı plastilin və ya gildən istifadə olunur. Yapma təsviri incəsənətin heykəltıraşlıq növündə istifadə olunur. Yapma görməyi, hiss etməyi və yaratmağı öyrədir. Yapma vasitəsilə şagirdlərin əl hərəkətləri təkmilləşir, bu da uşağın danışığına və təfəkkürünün inkişafına müsbət təsir edir. Yapma sinir sisteminə də müsbət təsir göstərir. Naturadan yapma zamanı əşya plastilindən və ya gildən hazırlanır. Yapma bir əşya haqqında təsəvvürün əlifbasıdır. Nümunə olaraq, müəllim şagirdlərə plastilin və ya gil gətirməyi tapşıraraq seçdikləri heyvanın həcmli təsvirini yaratmağı tapşırdı. Burada verilmiş bu şəkil nümunələri yapma məşğələ növünə aiddir. Yəni, belə şəkillər qoymuşam, daha yaxşı başa düşülsün məşğələ növləri. Bu gördüyümüz şəkillər yapma məşğələ növünə aiddir. Bununla da məşğələ növlərimiz bitdi. Ümid edirəm məşğələ növlərini başa düşdünüz. Əgər məşğələ növləri ilə bağlı sualınız varsa, rəy bölümündə yazarsınız. Bugünlük bu qədər. Sağ olun.